Əvvəlki izahımızda kvadratlar cəmin qeyd etmişdik. Burada isə kublar cəmi deyirsən, deməli yazaq A kubu üstəgəlsin 1 bölünsün A kubu bərabərdir. Yenə verilən bizə cavabda n işarəsi. Onda olacaq n-in kubu toplamadırsa çıxma olacaq, çıxmadırsa toplama olmuş olacaq. Yəni bir-birinin nə olacaq? Əksinə. Plus minus deməli çıxılsın 3 vurulsun n-ə. Yəni burada cavabımızı tapmaq üçün onda olacaq 5-in kubu toplama olduğuna görə çıxma olacaq. Çıxılsın 3 vurulsun 5-ə. 5-in kubu 125, 3 5-in 15. 125-dən 15-in çıxacaq, cavabımız edəcək 110. Amma yenə də hər zaman kimi biz bunu necə əldə edirik? Onu burada qeyd edək. Bizə verilən ifadəni sağdan və soldan kuba yüksəldərik. Kublar açılışına görə onda olacaq A üzərinə gəlsin 1 bölünsün A vurulsun birincinin kvadratı, üstə gəlsin ikincinin kvadratı və çıxılsın hasilləri. 1 bölünsün A. Bu da bərabər olar. Deməli, A üzərinə gəlsin 1 bölünsün A cavabı bizə onsuz verilmişdi 5. Yəni 5 vurulsun olacaq. Və kvadratlar cəmi bilmir olduğu kimi saxlayarıq. A-nı A-da 1-ə vuranda 1 etmiş olur. Yəni olur A-nın kvadratı üstə gəlsin 1 böl A-nın kvadratı. Və burada da ixtisar getdi. Yerdə nə qaldı? Çıxılsın 1 qaldı. Çıxılsın 1. Bizə indi nə lazımdır? Bizə lazım olan bunların kvadratlar cəmidir. Onda bu dəfə isə bizə verilən ifadəni, yəni A üzərinə gəlsin 1 bölünsün A bərabərdir 5-i kvadrata yüksəldər. Sağdan və soldan kvadrat yüksəldəndə onda olacaq A-nın kvadratı üstə gəlib 1 böl A-nın kvadratı üstə gəlsin hasillərin kimisini. 2 vurulsun A 1 bölünsün A-ya. Alar burada ixtisar getdi. Və bu da bərabərdir. 5-in kvadratı 25. Nəyin üzərinə 2 gələndə 25 elər? 25-in ikisini çıxarıq. Yerdə qalar neçə? 23. Yəni bizə verilən ifadənin cavabı neçə oldu? 23. 23-dən 1-in çıxanda yerdə qalar 22. 5-ə vuraraq 22-yə cavabımız edər neçə? 110 cavabını buradan almış olarıq. Qaydamızı isə sadə şəkildə tapmaq üçün ekranlara qeyd etmişdik. İkinci suallara cavabımız olar. 110. Növbəti izahlarda görüşənədək izləmədə qalın.